ki ölüm değil. Ayrılığa düzerem gelmesinde tek senden yaram ben. Sen var olsan bil ki varım ben. Yalnız senden nigaranam ben. Ölmerem, dözerem sensiz. Zülfiyə xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm. Birinci təşəkkürümü bildirmək istəyirəm ki, mən ilk dəfə də belə bir maşına əyləşirəm. Çox maraqlıdır. Düşünürəm ki, mənə maraqlıdır kimlər bu maşında əyləşir və bu maşının dili olsaydı nələr danışardı? Nələr danışardı? Hansı Bax, hekayələri danışardı? Hansı hekayələri danışardı? Kimlər bu maşında əyləşib? Və ilk dəfədir ki, qırmızı rəngində maşında otururam. Bu yaşıma qədər elə əyləşməmişəm qırmızı rəngində maşında. Maraqlıdır, nəsə bir tilsimi var. Belə özümə çəki düzən verirəm. Aha. Yığışdırmaq istəyirəm nədəsə. Əslində bu avtomobil 60-cı illərdən əvvəllərində icad olunubdur və o vaxt üçün rəngə toxundunuz. Qırmızı rəng bir dəbdəbənin rəngi idi. Bir növ belə bir bilirsiniz bir həmin dövr üçün belə bir şık bir rəng idi və mənə bilirsiniz nə maraqlıdır. Siz həmişə qara rəngə üstünlük verirsiniz. Mənə maraqlıdır ki, bəs siz öz həyatınızın hekayəsini bir maşın kimi icad eləsəydiniz, hansı rəngə boyayardınız onu? Sözsüz siz qeyd elədiniz ki, bu bir dəbdəbənin rəngidir, qırmızı rəng. Mən də əsalətin rənginə boyayardım. O da ki qara. Qara rəng. Mənim üçün qara bu deyim artıq deyilib. Qara heç vaxt çox olmur. Qara rəng mən düşünürəm özünə əminlik, güvən, əsalət dediyim kimi Sabitlik bəlkə də. hər şey o rəngin için. Bəlkə də hardasa o ehtiyat var. O bilirsən ki uduzmayacaqsan da. Ona görə o mənim rəngimdir. O qaranın içində mənim üçün qara olmağına baxmayaraq orada çox böyük, çox çalarlı rənglər var mənim üçün. Rəngbərəngdir həm də. Deyirlər ki, qara rəng 7 rəngdən ibarətdir. Bilirsiniz yəqin ki, göy qurşağının 7 rəngini bir-birinə qatanda. Çalarlardan bəli. Sonunda deyir bir qara rəng alınır. Baxır hansı gözlə kim baxır? Necə baxır? Ümumiyyətcə həyat elədir. Məncə baxır ki, həyata hansı gözlə baxırsan. Ümumiyyətlə, əgər dar belə balaca çərçivədən, pəncərədən baxırsansa, o həyat sənə dar gələcək. Geniş baxırsansa, o sonsuzluğu işarəsidir də. Yəni ki, hər şey qabağında başqa cür açılır. Siz necə baxırsınız həyata? Əlbəttə ki, geniş baxmağa çalışıram. O məndən asılı olmayan deyil. Zamanə belə gətirdi ki, hardasa hər şey ehtiyatla yanaşırsan, fikirləşirsən ki, onu desəm necə baxarlar. Çünki məsəl üçün mən zamanında tərbiyə necə verilib də, stabil tərbiyə olub da, hamı elə bir eyni. Bir insanın baxdığı bir üslubda və bir insan baxanda elə bir ki, min insan baxıb. O nəzərlə, o gözlərlə hamısı baxıb. İndi başqadır və o zamanəyə ayaqlaşmaq üçün, uyğun gəlmək üçün hərdən olur, bir də görürsünüz, mənim də pəncərədən dar baxdığım vaxtlar olur. Zamanla ayaqlaşırıq. Mən hər zaman qeyd elədiyim kimi, deyirdim ki, evdə deyəndə ki, mənim zamanım, bugünkü zaman başqadır, ayaqlaşmaq lazımdır. Çünki o bəlkə gəncləri də qıcıqlandırır. Sənin zamanın yoxdur, artıq gedib bizim zamanımız var. Bəzən bəli, gənclər ona da bir növ belə bir reaksiya bildirirlər ki, bəlkə də hər zamanın öz gözəllikləri var. Məsəl üçün, bu avtomobilə əyləşəndə çox gözəl bir şey vurğuladınız ki, bu o qədər tamamilə başqa bir zamanda elə bir səyahətə aparır bizi. Görün, insanlar o zamanlar, o vaxtlar nəyə üstünlük veriblər, nə qədər bax belə dolğun rənglərdən istifadə ediblər. Çox bir maraqlı hekayə danışmaq istəyirəm sizə. Deməli, Mercedes markasını yaradan, Mercedes yox, ümumiyyətcə bax bu arabanın ilk adı Mercedes olmayıbdır. Karl Benz 1886-cı ildə bunu icad eləyib, mühəndis olub. 2 il bu kişi düşüb depressiyaya.
bilməyib ki, bunun arasını necə düzəldi, bu necə işləyəcəkdir. Texnik olaraq bu bunu istədiyi kimi yaradıb yoxsa yox və günlərin bir günü onun həyat yoldaşı 2 oğlunu da götürür, oturtdurur maşına və həmin zamanə üçün 106 kilometrə yaxın yol sürüb, çoxlu problemlərlə rastlaşıb yolda, hardasa benzini bitib, yol üstü benzin alıb və s. və bu beləliklə həyat yoldaşının icadına dəstək olub. Çünki xanım başa düşüb ki, bu riskli addımı atmasa, bunların bu ixtirası deməli uğursuz olacaqdı və ən maraqlısı odur ki, bu xanımın bu cəsarəti bəşəriyyətə ümumiyyətcə avtomobil anlayışı gətiribdi. İnsanlar buna sadəcə bir ixtira kimi yox, gələcəyin nəqliyyat vasitəsi kimi baxıblar. Sizcə xanımlar nə qədər belə riskli olmalıdırlar və siz həyatınızda nə vaxtsa belə bir riskli addım atmısınızmı? Mən indi birincisi bəyə hardasa qibtə elədim ki, görün bəylərin də xanımları olmuş. Ki günün bu gününə kimi zamanəmizə gətirib çıxardıb bu maşına, gör bir xanımın bir cəsarətli addımı görün neçə illərə bərabərdir. Mən maşın sürmədiyimə görə, mənim özümə də maraqlı gəldi tarixçə. Ona görə maşınların nə hansı üslubda, necə olmağı, tarixçəsi nədir, o qədər də ümumiyyətlə mənə maşın maraqlı deyil. Mən maşına mənim üçün bir araç kimi baxıram. Buradan məni o istədiyim yerə, istədiyim istiqamətə aparıb çatdırsın, rahat, komfortlu və onunla da bitdi. Mən indi sizə də maraqla qulaq asdım, dinlədim sizi ki, çox və hardan gəlir və görün qadınlar nəyə qadirdir. Cəsarətli addım atmaq o baxmalı deyil. Nə qadın, nə kişi xeylağına, o insanın özü ümumiyyətlə cəsarətli olmalıdır. Mən həyatımı belə yaşadım və düşünürəm ki, bundan sonra da belə yaşayacağam. Düşünülmüş cəsarət. Bir işi görəndə onun arxasında dayana biləcəksənsə, çünki düşünülmədən, hesablamadan, yenə də deyirəm, deyə bilərsiniz ki, onda nəyə cəsarət oldu? Cəsarətin də mən fikirləşirəm ki, onun da elə bir addım atmalısan o cəsarəti ki, onun arxasında dayana biləsən. Mən bir işi görəndə onun sonrasını düşünürəm. Mən biraz ar olmaqdan, xar olmaqdan çəkinən insanam. Mən sözümün üstündə dayanan bir qadınam. Əgər mən o işi uduzacağamsa, mən o cəsarəti özümdə tapa bilmərəm. Mən dırnaq arasında cəsarətli ola bilmərəm. Əslində razıyam sizlə. Çünki mən düşünürəm ki, insan bir addım atmamışdan öncə bir onu ölçməlidir, biçməlidir. Bəzən biz elə bilirik bizə xeyir gətirəcək, amma bəzən bizə xeyirdən çox ziyan gətirə bilər. Mənim ən böyük cəsarətli addımım ümumiyyətlə bu səhnəyə gəlməkdir. Sənətə gəlməkdir. Çünki mənim evimdə elə bir abu-hava var idi ki, yəni onlar üçün bu dəhşətli bir şey idi ki, mən gedib müğənni olacağam. Həyatda ən böyük cəsarətli addımım mənim sənətə gəlməyimdir. Və mən uduzmamışam. Deməli, siz də çox uzun məsafəni aşmışsınız. Özümə arxayın idim ki, bu cəsarətimin arxasında dayana biləcəm. Amma Zülfiyə xanım, bilirsiniz nə edəmsiniz? Siz tamamilə başqa üslubda bir sənətçisiniz, tamamilə başqa həyat tərzi olan, ailəyə bağlılığınız, xanım xatınlığınız, bilirsiniz, bunlar o qədər vacibdir məncə. Var belə, hətta valideynlər vardı ki, sizə baxıb evladıma razılıq vermişəm. Sizi örnək gətirib evdə olan qızıma demişəm ki, indi düzdür, valideynlər belədir, əksinə özləri dəstək olurlar, qoy olsunlar da. Rastlaşmışam bu söhbətlərlə ki, çox hörmətli insanlar deyiblər ki, sizin kimi müğənni olsa nə var ki? Yəni ki, bunlarla rastlaşmışam. 2004-cü ildə möhtəşəm bir konsert var idi. May ayının 27-si. Bugünkü kimi yadımdadır. Mənim üçün şəxsən bu çox önəmli bir hadisə idi. Çünki iki ən sevdiyim sənətçi səhnədə olacaqdı. Tarkan və biz bilirdik ki, konsertin açılışını siz eləyəcəksiniz. Hətta mən səhv eləmirəmsə, Azərbaycan əsərini birinci dəfə orada oxumusunuz. İlk dəfə orada eşitdik. Çox gözəl bir tədbir idi və səhv eləmirəmsə, orada bir 50 minə yaxın insan var idi. Statistikaya görə, ümumiyyətlə bizim stadion səhv eləmirəmsə, deyəsən 40 min, 70 min. 70 min.
Çünki 70 ortada da var idi insanlar. Və hətta Tarkanın özü də çox həyecanlı idi. Mən yadımdadır ki, onun müsahibələrinə baxmışdım. Çünki Tarkanın o zamana qədər hələ bu qədər publikası olmamışdı. Publikası 70 min olmamışdı. Birinci insanın dəfə qarşısında iştirak eləməmişdi. İlk dəfə biz də onun bünövrəsini qoymuşduq. Və səhv eləmirəmsə, məncə siz yeganə sənətçisiniz ki, elə günü bu günü də məncə bizim heç bir sənətçimiz o boyda kütlənin qabağında çıxış eləməyib və elə bir Cəsarətli addımlarından biri də odur. biri də odur. Biri də odur. Bu qədər bax, mənim sualım bilirsiniz nədəndir? Siz dediniz ki, avtomobillə heç vaxt maraqlanmamısınız, sizə maraqlı olmayıb və mən bildiyimə görə siz sükan arxasına Çox ehtiyatlıyım. ehtiyat eləyirsiniz. Ehtiyat elədiyimə görə mən Evet. sükan arxasına əyləşmirəm. Bax, bu boyda insanları idarə edə bilirsiniz. Biz sizin mahnılarla sevmişik, biz sizin mahnılarla yaşamışıq, həyecanlanmışıq, ağlamışıq. Hardasa hamının ürəyində bir Zülfiyə xan Babayeva var. Nə xoş mənə. Necə olur ki, bu sükandan siz bax belə çəkinirsiniz? Nə ilə bağlıdır bu? İlk növbədə deyərdim ki, yəqin ki, mənə sadəcə olaraq maraqsız gəlir, həvəssiz gəlir. Həvəsim yoxdur buna. Mənə maraqlı deyil sükan arxasında oturmaq, amma indi özümü hardasa danlayıram ki, çünki elə bir vaxt gəlir ki, sadəcə özün istəyirsən sükan arxasına əyləşəsən, hamıdan uzaq, hər şeydən uzaq, özünlə qalasan. Bu məndə sükan arxasında alınmır, başqa yerdə alınmır. Səhnə insanı, ümumiyyətlə yaradıcı insan istəyər sükan arxasında əyləşsin, bir musiqi qoysun. Birincisi yol mənim üçün nə deməkdir? Nə deməkdir Mənim sizin üçün ümumiyyətlə həyatımda havada, suda, quruda, yolda, bütün həyatım yolla bağlıdır. Mən yol getməyi sevirəm. İstər səyahətlərə, məsəl üçün uçaqda olsun, deyim ki, uçaqla çox, məsəl üçün insanları çox yol qorxudur da uçaqda olmaq. Məni qorxutmur. Əslən, əksinə nə qədər neçə saat istəsəz uça bilərəm. Ən uzun məsafələrə belə razısınız. Mən uçuram və yol getmək. Məsəl üçün mən şəhərdən qıraqda yaşayıram. Mən hər gün şəhərə o yolu gedib. Mən belə başa düşdüm ki, bu mənim ritmimdir. Mən o ritmdən qalsam, mən yox ola bilərəm. Yolla söhbətim budur. Yəni mən yolda olmağı sevirəm. Maşın sürməməyimin bilmirəm, səbəbi nədir? Səbəbini açıqlaya bilmirəm. Heç vaxtda heç cəhd eləməmisiniz, yoxsa Yox, cəhd eləmisiniz? oturmuşam, qorxmuşam. Açığı deyim. Sürücülük vəsiqəniz var? Yoxdur. Yoxdur, hə, Xeyr. sürücülük. Qaldı ki, bu qədər insanların qarşısına çıxma birincisi təcrübə. İkincisi, mən yenə deyirəm, elə bir təcrübədən çıxmışam ki, Sovet dövrünün o korifey sənətkarlarının məktəbindən, elə bir məktəbdən dərs almışam ki, artıq ona hazıram. Amma desəz ki, bugün bir insanın qarşısında hətta belə çıxış eləməyə çox böyük məsuliyyət və çox böyük həyəcan keçirirəm. O məndən asılı deyil. Siz həqiqətən zamanda səyahət edirsiniz. Çünki qeyd etdiyiniz kimi Sovet vaxtından korifeylərlə işləmisiniz və bugünkü tələb, günün bugünkü tələbləri tamamilə fərqlidir. Əlbəttə ki, gənclər başqa şeydir. Gənclər başqadır, musiqi zövqü dəyişir Zövqləri dəyişir. və yenə də aktualsınız. Çalışıram. Məncə bunu qoruyub saxlamağın O da özünü ondan çox irəli böyük gəlir. Burada çalışqanlığın bir növüdür məncə. Bu da bəlkə də sizin bu dediyiniz kimi bir məsələyə çox belə detallı yanaşırsınız. Ondan da ola bilər ki, irəli gəlir. Gənclərlə işləməyi çox sevirəm. Çünki onların algısı çox belə bilirəm ki, zəngindir də. Onlar dünyada informasiyaları onların çox böyükdür. Mən bilirəm ki, onlardan nəsə öyrənim, nəsə götürə bilərəm. Onlardan çox şey öyrənmək olur əslində. Bəli, Onlar razıyam. çünki tamamilə başqa cürə düşünürlər. Biz çox vaxt razılaşmaya bilirik onlarla. Amma bir müddət düşündükdən sonra anlayırsan ki, yox, bu biraz bu məsələyə başqa cürə baxır və bunun bu prizmasında bir üstünlük var. Mütləq gəncləri dinləmək lazımdır. Onlarla, əgər onların bir fikirləri varsa, onları boş buraxmaq lazım deyil. Onların əksinə dəstək olmaq lazımdır. Ona görə onlar hiss o gün, eləməlidirlər ki, biz onların yanındayıq. Əlbəttə ki. Onlar onu əlbəttə, bilməlidirlər. mütləq. Zülfiyə xanım, bir dənə bir sualım var sizə. Mən bu deməli bizim verilişə hazırlaşanda bu avtomobil haqqında bir çox məlumat oxumağa başladım. Mənim özümə də maraqlı gəldi ki, və ən çox maraqlı olan məqam o idi ki, bir xanım tərəfindən bu model yox, ümumiyyətcə Mercedes avtomobili bir xanım tərəfindən bu qədər məsafəni deməli aşaraq dünyaya bir möhürünü vurubdu. Və bu model isə ilk modeldir ki, arxa tərəfində qanadları var.
Əfsanəvi Mercedes-Benz W111 modeli arxa hissəsindəki zərif üzgəc formalı elementlərinə görə hamının Fintail, yəni üzgəc quyruğu adlandırdığı avtomobil 60-cı illərin avtomobil modasına bir ehtiram nümunəsidir. Lakin bu modelin əsas möcüzəsi başqa xüsusiyyətindədir. 1959-cu ildə o, dünyada həqiqətən təhlükəsiz hesab edilən ilk avtomobil oldu. Mühəndis Bela Barney inqilabi konstruksiya dizayn etdi. Deformasiyaya uğramayan sərt sərnişin salonu və ön və arxa hissələrdə yerləşən xüsusi zərbə olucu zonalar qəza anında təhlükəsizliyi təmin edirdi. Toqquşma zamanı bu zonalar əzilərək zərbənin enerjisini udur və içəridəki insanları qoruyurdu. Məhz W111 modeli ilə Mercedes milyonlarla insanın həyatını xilas etməyə başladı. Bu təhlükəsizlik sahəsində əsl inqilab idi. Sizin həyatda qanadlarınız ən böyük zərbə nə görmüsünüz? Əgər bölüşə bilərsinizsə və ümumiyyətcə qanadlarınız nə olub? Özünüzü necə qorumusunuz bax bu zərbələrdən? Mən Allahıma çox bağlı bir insanam. Mənim birinci Allahım qoruyub. Sonra mənim gözəl bir ailəm var. Allahdan sonra. Mənə dəstək olan, mənə arxa duran, mənim qoruyucu mələklərim, mənim qanadlarım ancaq ailəm ola bilər. Və o ailəm balaca da deyil. Özümüzün, biz 3 nəfərdən ibarətik. Mən, qızım, bir də yoldaşım. Amma mənim bacım, qardaşım, onların evlatları var. Biz bir yerə yığışanda bir ordu ola bilərik. Bax, onlar mənə çox dəstək olub. Biz bir-birimizə çox bağlıyıq. Özümə də hardasa onu borcluyam. Mən özümün arxasında dayanan insanam. Mən o qədər də güclü, cəsarətli, o qədər də daha çox zərif olmağın tərəfdarındayam. Tamamilə razıyam sizlə. Zərif olmağın tərəfi, amma lazım olsa o qanadlarımı mən aça bilərəm. Heç lazım olmasın. Həyat o qədər gözəl və o qədər də qısadır ki, ona görə həyatı istəyirəm gözəl doya-doya yaşayım. Bəlli bir yaşım var, bəlli bir yaşa çatmışam, bəlli bir statusum var. Həyatımı daha çox mən indi qızıma sərf eləməyi seçmək istəyirəm. Bax, təsəvvür eləyin ki, bir avtomobil icad eləmişsiniz və bu sevgi dolu, həyat dolu bir avtomobildir və siz sükan arxasına əyləşirsiniz və bu zamanın sükanıdır. Hansı tərəfə sürərsiniz zamanda, hara qayıdarsınız, hara gedərsiniz, hansı döngələrdən dönərsiniz? Mən getmək istədiyim istiqamətdə artıq heç kəs yoxdur. Əlbəttə ki, qayıtmaq istədiyim istiqamət var, amma əfsuslar olsun, onlar artıq o istiqamətdə deyirlər. Ona görə irəli sürəcəm. İrəli getsəm daha yaxşı olar. O istiqamətdə mənim əzizlərimdir, valideynlərimdir. Zülfiyə xanım, bir şey mən soruşmaq istəyirəm sizdən. Bax, bu boyda Çox üzr istəyirəm, mənim gəncliyim yadıma düşdü. Uşaqlığım, gəncliyim, belə qapını açır. Hələ yuxarıdakına baxın, bax bu yumru var ha. O da ki, balacanı açır, bax bu qıraqdakına. Fortuçka deyirlər. Fortuçka deyirlər, bunu görürsünüz fırladanda açılır o da. Əslində mən ilk dəfə bu sükan arxasına əyləşəndə özümü mən də qəribə hiss elədim. Çünki bilirsiniz, bir növ, bilmirəm, maşının qabaritindəndir, yoxsa həqiqətən də zamanda səyahət eləyirsən. Mən də bu xanımlığın, xatınlığın, xanımın kübar olmağını, səs tonunun bir yarım ton aşağı olmağını, elə bil ki, o zamanə, bəlkə səhv fikirləşirəm, o hissləri yaşadıb. Amma indi o zamanə deyil. Amma indi o zamanə deyil. İndi xanımlar da səsini ucalda bilər. Zaman dəyişdi. Elə bir vaxta gəldik, çatdıq ki, artıq xanımlar da səsini ucaldıb sözünü deyə bilərlər. Ona görə biz bu maşında gördüyümüz, mən əminəm ki, bu maşında oturan
zamanında oturan, əyləşən qadın düşünmürəm ki, o səsini ucaldıb nəsə bəkdən bir söz deyə bilər və yaxud hardasa nəsə. Bu o zaman deyil. Siz düşünürsünüz ki, sözünü deməklə səs ucaltmaq bir-birinə bağlıdır. Düşünürsünüz Yox, ki, misal üçün, sən səs ucaltmadan söz yox, deyə bilərsən. əlbəttə ki. Söz ən böyük qüvvə, ən böyük silahdır. Bəzən Baxın, sükut belə insanı bir belə- baxış, bir baxış sükut, belə yetər. söz silah kimi bir şeydir. Adamın 7 qatından keçə bilər. Sakit bir söz demək. Amma baxır deyənə, baxır və kimə deyirsən. O Və da var. necə deyirsən, Və necə hə, deyirsən. o da razıyam Ona sizdən. görə sizdən maşallah olsun. Çox gözəl maşını idarə eləyirsiniz. Baxmayaraq ki, burada 60-cı illərin maşınla bu maşını sizin belə idarə eləməyiniz elə bir ki, illərdir bu maşını. Mən əminəm ki, siz də ilk dəfədir. İkinci dəfədə idarə. İkinci çox əla. Biraz da burada texniki tərəfdən fərqlidir. Bu indiki avtomobillər bilirsiniz, avtomat korobkadır və s. Bu biraz tamamilə fərqlidir bunlar. Bilirsiniz bir də mənə nə maraqlıdır. Biz ilk söhbətimizdə siz çox gözəl bir məqam vurğuladınız. Mən belə düşünürəm ki, bax bu 60-cı illərin maşınına biz bugün sizin tarixinizi yazdıq, hekayənizi. Bu avtomobil özündən Zülfiyə xan Babayevanın hekayəsini yaddaşına yazdı. Mən bilmirəm bu avtomobil sonra harda olacaq, nələr görəcək, nələr yaşayacaq. Həqiqətən də mənə maraqlıdır ki, görəsən bu avtomobili danışa bilsəydi, bax o söz deyə bilsəydi, bizə ən maraqlı hekayə nəyi danışardı? Mənə bu avtomobilin gəldiyi yollar maraqlıdır. Hansı ölkələri keçib, hardan gəlib, nələr görüb və çox maraqlıdır ki, hansı hekayəni özü üçün ən çox, misal üçün 10 hekayədən birini seçməli olsaydı, hansını seçərdi? Mən onu çox düşünürəm və siz seçiminizi necə eləyirsiniz? Çox böyük bir seçiminiz olanda, ola bilər ki, elə bir ortama düşürsünüz və ya işdə elə bir qərar verməli olursunuz ki, çox gözəl seçimlərin arasında qalırsınız, amma bilirsiniz ki, ancaq bir seçim etməlisiniz. Mən tərəzi bürcündənəm. Çox götür-qoy eləyirəm. Seçim qarşısında çox qalıram, çox düşünürəm. Gah hə deyirəm, gah yox deyirəm. Və xasiyyətim də biraz belə olduğuna görə, yəni bir seçimdə qala bilmirəm. Bu mənə çox böyük mane olur. Hansısa bir seçim qarşısında qalanda çox götür-qoy elədiyimə görə əsəbləşirəm, düşünürəm. Ümumiyyətlə, mən düşünməyi çox sevirəm. Lazım olan informasiya, lazımsız, lazımlı. Bax, o düşünmək. Beynim çox işləyir. Biraz onu sakitləşdirmək istəyirəm. Çox ölçüb biçirəm. Çox ölçüb biçirəm. Amma qərar qəbul eləyəndə çox dəqiq qərar qəbul eləyirsiniz. Əlbəttə ki, bu qədər düşünməyin qarşısında, bayaq deyirəm, siz dediyim kimi, suyu üfürə-üfürə içmək, onu necə deyərlər, o quşu gözündən vurmaq üçün düşünürəm ki, seçimlərimdə dəqiq və düzgün oluram. Amma çox düşünürəm. Və son sözü də özüm deməliyəm. Dinləyirəm, hamını dinləyirəm, ətrafımda onu da bacarıram. Məsləhətlərə qulaq asıram. Toplayırsınız məlumatları və ondan sonra bir analiz son edib. qərara gəlir. Hələ ki, bu yaşıma qədər uduzmamışam belə xasiyyətim olduğuna görə. Düşünürəm, bundan sonra da olmaz. Zülfiyə xanım, qızınız Əqrəb bürcüdür dediniz. Siz də Əqrəb bürcüsünüz. Mən də Əqrəb bürcüyəm. Onda sizin qətiyyətlisiniz, xasiyyətiniz. Bir sözü bir dəfə dediniz, ikinci dəfə ona qayıtmazsınız. Siz zəmanə adamısınız. Yaxşı da eləyirsiniz. Biraz qızımla məndə o barədə bizim mübahisələrimiz olur. Ən çox, misal üçün, çətinliyin nədə görürsünüz? Siz daha çox ünsiyyətə getməyə çalışırsınız, siz daha çox... Qalib o gəlir. Qalib o gəlir. Çünki bacarmıram. Çünki o sözünü deyir, arxasınca mən söz demək istəyəndə, mən artıq yoruldum Dəniz, sən düz deyirsən. Bəlkə də bu analıq hissindən. Bəlkə də analıq hissindən onu deyəcəkdim ki, bəlkə də yumuşalırsınız. Qarşımda qızım olmasa, başqası olsa, bəlkə də mən deyirəm ona, Dəniz, dost olaq səninlə də. Deyir, sənlə necə dost olum, sən mənim anamsan. Bilirsiniz, biz həmişə deyirik ki, evladlarla dost olmaq lazımdır. Amma dünyada belə bir tendensiya var ki,
evladınızın kənarda dostu olmalı idi. Ana-evlad münasibəti tamamilə başqa Ümumiyyətlə, bir bütün münasibətlərdə belədir. Kişi, qadın, evdə həyat yoldaşına birdən hərdən həyat yoldaşı analıq eləyir, lazım deyil. Evladımın dostları çoxdur, o onun dostlarıdır. Məsəl üçün, mən drama qoyub adımı. Deyirəm, sən niyə alınmırsan da mən? Deyir, sən ana kimisən, sən dramasan, biz başqa cürə baxırıq həyata. Tamamilə başqa düşüncədə və heç kəs deyə bilməz ki, onlar düzdür, səhvdir və ya biz səhvdir. Onu Sadəcə zaman başqa bir zaman göstərir. Onu zaman göstərəcək. Mənim də məsəl üçün valideynlərim fikirləşirdi ki, mən düz eləmirəm. Amma zaman göstərdi ki, düz eləyirsiniz. Zülfiyə xanım, niyə dəniz? Birincisi, suyu sevirəm. Mənə elə gəlir ki, həyat olmaz. İkincisi, yox, dənizin adı qoyanda bunu fikirləşmirdim. Bəlkə sonsuzluqdur, bəlkə ucu-bucağı görünməyən. Mən qızıma həmişə belə müraciət edirəm. Dəniz, mən səni dəniz qədər sevirəm. Bax, buradan biz baxırıq da dənizə, Firuzə xanım. Görürsünüz, ucu-bucağı görsənmir. O qədər gözəl. Xasiyyəti də var. Ümumiyyətlə, bir insanın bir duruşu, bir xasiyyəti olmalıdır. Və dəniz bunu əks elətdirir. Deyim ki, saatlarla durub dənizə baxmağı sevirəm. O qədər də dərin romantik deyiləm. Deyim ki, dəniz mənim əsəblərimi sakitləşdirir. Əsəbi olanda bilmirəm. Bax, məsəl üçün, indi başqa cürə baxıram. Bəlkə yanımda gözəl bir, o qədər gözəl insan, aurası, təmiz, gözəl insan oturub ki, bəlkə sizin auranız mənə belə təsir eləyib, məsəl üçün, başqa cürə görürəm. Bilmirəm, niyə dəniz qoydum qızımın adını, amma mən bilirdim ki, əgər mənim bu həyata, bu dünyaya bir qızım gəlsə, mütləq adı Dəniz olacaq. Dəniz olacaq, bilirdiniz. O qərarı qəbul eləmişdiniz. Onu bilirdim, dəqiq bilirdim. Qayıdacağım avtomobil mövzusuna və oradan bir sual verəcəm sizə. Mercedes-Benz çox maraqlı bir hekayəsi var ki, bu Mercedes avtomobillərinin bir vurğunu olur. Avstriyalı diplomat və biznesmen. Və o avtomobil yarışlarında iştirak edirdi və onun bir qız evladı var idi. O qız evladının adı Mercedes olub. Və o qədər dəlicəsinə öz qız evladını sevib ki, növbəti avtomobil sifariş eləyəndə bir şərti olub onun. Deyib, mən yarışda iştirak edəcəm, amma qızımın adını verəcəksiniz bu avtomobilə. Və mühəndislər buna razılaşıblar. Həmin yarış çox gözəl keçib və həmin yarışdan sonra bütün deməli əksər ölkələr deməli bu avtomobildən danışmağa başlayıblar. Belə qərara gəliblər ki, gəlin elə bu şirkətin adını Mercedes-Benz kimi qeydiyyatdan keçirək və görün nə qədər müddət keçib, illər keçib və bu insan qızının adını brendə vermiş olub. Ondan əlavə də öz soyadını dəyişib o kişi. Eləyib Mercedes. Qızının adını özünə soyad olaraq götürübdür. Siz necə eləyərdiniz? Siz bəlkə nəyəsə evladınızın adını vermək istəyirdiniz və ya nə vaxtsa soyadınızı dəyişib, misal üçün, Dənizin adını götürürsünüz. Kəş mənim qızım özü həyatda elə bir şeylərə nail ola bilərdi ki, arzum budur əlbəttə ki, ümumiyyətlə bütün arzularım dənizlə bağlıdır. Kəş dəniz özünü bir şəxsiyyət kimi, bir insan kimi, artıq mən düşünürəm ki, dəniz şəxsiyyəti, çünki çox xasiyyətli bir duruşu olan bir qızdır. Və adını elə yerlərə çatdırsın ki, mən deyim ki, mən dənizin mamasıyam, mən dənizin anasıyam. Və dənizin adını mən yox, qoy dəniz öz adını tarixə yazdırsın. Zülfiyə xanım, sevilirsiniz. Çox sağ olun. Çox təşəkkür edirəm. Çox sağ olun. Həm yaşatdığınız hüzur üçün, həm gözəl söhbətlər üçün, həm bizi kövrəltdiyiniz üçün, bütün musiqiləriniz üçün, bax, xanımsız, xatınsız. Mən bilirəm, siz bir ana kimi nə qədər həyəcanlısınız. Düşünürəm, ana da belə olmalıdır. Analar həyəcanlı olmalıdır. Biraz deyinirəm, eybi yoxdur da. Olmalıdır. Çox təşəkkür edirəm sizə. Çox sağ olun, bizə vaxt ayırdınız, gəlmisiniz. Və buradan mən sizə bizim bu yaradıcı heyətin və bu gülümsəyən üzlərini göstərmək istəyirəm. Təşəkkürümü bildirmək istəyirəm. Siz birdən görmürsünüz. Sağdan, soldan az qala dənizin içinə düşəcəklər. Sağ olun, var olun. Sağ olun, sağ olun. Beni daha gözleme, gözleme.
Dünyaya gelen geldiğine gayıra. Dünyaya gelen geldiğine gayıra. Unutmaram, unutmaram.